azançı, gözünün yaşına canım qurban, ağla Zəhra qəbrinə, baxma bu dünyaya tərəf. Əziz izləyicilər, eşitdiyiniz bu səs Əhl-i Beyt şairi kimi təqdim olunan və tanınan Hacı Fərman Azancının səsidir. Öz şeirini oxuyur və mən indi başqa bir parça sizin üçün oxuyacağım. Yenə də bu sözlər də həmən Hacı Fərman Azancıya aiddir. Cənab Prezident, əvvəla sizlərin üzərinə Allahın salamı, rəhməti və bərəkəti olsun ki, bugün o qədər bizim ürəyimiz açılıb ki, Quzanlıdan bugün buraya gələndə and olsun Allaha, elə bilirdik ki, Kəbəni ziyarət etməyə gəlirik. Bakı vaxt az xəbər verir ki, bu sözləri Ağdam şəhər sakini Prezident İlham Əliyevlə görüşdə deyib. Bu mövzu mən niyə bunları təqdim edirəm? Bugün gördüm ki, mən məhz elə deməli Hacı Fərman Azancı öz Facebook profilində bir şəkil paylaşıb, bir tərəfində Mehriban Əliyeva, bir tərəfində İlham Əliyev, hər hansı bir yarın ki, mənzil açarıdır, təqdim edirlər ona, o da mənzil açarını gülərək qəbul edir. Əziz izləyicilər, deyəcəksiniz ki, bunların nə əlaqəsi var? Bəli, çox böyük əlaqəsi var. Bu adam Azərbaycanda sıradan bir adam deyil və sıradan bir Ağdam sakini də deyil. Əlbəttə ki, hər bir deməli torpaqdan azad, düşməndən azad edilmiş torpaqların sakinlərinin hər birinə bir sayğı ilə yanaşırıq və onların öz evlərinə qayıtmaları, onların doğal, təbii haqlarıdır və bunlar uzun müddət qaçqınlıq həyatı yaşayıblar. Bizə bu barədə bizim mövqeyimiz bəllidir. Biz hər zaman sadə və məzlum xalqın yanında olduğumuzu bildirmişik və yenə də belə olacaq. Amma bu məsələ onu göstərir ki, bir din xadimi kimi, bir Əhl-i Beyt şairi kimi meydanda olan, Əhl-i Beyt məktəbində xidmət elədiyini iddia eləyən və İmam-ı Zamandan danışanda özünü ağlamsımağa vuran, xanım Zəhra haqqında şeirlər oxuyub, Əhl-i Beyt şairi kimi təqdim eləyən bir şəxsin gedib zalim bir adamdan haqqında bu cür fikirlər səsləndirməsi ki, onun fikirlərindən deməli mən nümunə gətirdim, fikirlər səsləndirməsi və birmənalı olaraq zalim bir prezidentin əlindən ev hasarı almaq, bu qəbul edilməzdir. Çünki Azərbaycanda biz bilirik ki, nə qədər insanların Əhl-i Beyt məktəbinin nümayəndələri həbsdədir. Bunlar hansı şərlənərək həbs olunublar, bunlara böhtan atılıb, bunlar ən ağır cəzalara məhkum ediliblər və bir tərəfdən də rejim bu azancıları, bu fərman kimiləri təkcə şairlər deyil, belə ruhanilər də var. Bu cür bəzi ruhaniləri və bu cür şairləri əvvəlcə təqdim edirlər. Bunlar Əhl-i Beyt məktəbinin nümayəndələridirlər. Sonra çıxardırlar bunları bu formada prezidentlə görüşdürürlər. Güya Ağdamsa orada bir dənə Quzanlı sakini və yaxud da Ağdam sakini yox idi, onu təqdim eləsin. Niyə görə məhz gətirib bunu təqdim edirlər? Hökumət bundan mesaj verir ki, bəs mən Azərbaycanda dindarlara qarşı, Əhl-i Beyt məktəbinə qarşı heç bir repressiv siyasət yürütmürəm. Hər biri bugün həbsdə olanların hamısı cinayət eləyiblər, ona görə tutulurlar. Hökumətin bu davranışı bu mesajı verir cəmiyyətə. Şeyx Sərdarın biz haqqı müdafiə eləyəndə, digər o 6 dənə hicablı günahsız xanımın həbs olunması haqqında danışanda bu faktlar qoyulur ortaya ki, əgər ölkədə Əhl-i Beyt məktəbinə qarşı hər hansı bir narazılıq olsaydı və yaxud da təhdid, təzyiqlər baş versəydi, bu cür Əhl-i Beyt şairi bir tərəfdə çıxır deyir ki, xanım Zəhradan şeir oxuyur, bir tərəfdə edib prezidentlə qucaqlaşır, qol boyun olur, prezident özü şəxsən bu adama deməli evinin açarını verir və s. Bəs nəticə bu olur ki, Azərbaycan hökuməti dindarlara qarşı çox loyal münasibət göstərir, hər kəs də öz dinini sərbəst şəkildə yaşaya bilər. Bu mesajı verir və bununla da həbs olunan 5000-dən çox dindarın həbs olunmasını, haqsız yerə həbs olunmasını, şərlənərək həbs olunması sual altına gedir. Əziz Azərbaycanlılar, xüsusən mən dindar təbəqələrə deyirəm, bu cür insanları məclislərinizə gətirməyin. Bu cür insanlar
insanlar səbəb olurlar ki, bizim Şeyx Sərdarlar və digər dəyərli hacılar, xanım bacılarımız, onlar zalimin zindanında çürüyürlər. Məhz bu cür insanların bu cür davranışları səbəb olur. Ona görə bu insanları Əhlibeyt şairi kimi gətirib məclisinizin yuxarı başına keçirtməyin. Bu insanları Əhlibeyt haqqında şeir oxutdurmayın. Ona görə də bunlar getsinlər bir mənalı olaraq zalimin yanında necə dayanıblar, zalimin yanında da dursunlar. Hər kəsə məlumdur, bu gün Azərbaycanda kimlər əgər efirə çıxarılırsa, İlham Əliyevlə kimlər görüşdürülürsə, artıq bunun başqa söz deməyə ehtiyac yoxdur. Hər şey məlumdur. Hər adamı gedib İlham Əliyevlə görüşdürməzlər. Bu mümkün deyil. Əgər bu gün Fərman azancı İlham Əliyevdən görüşüb və oradan öz evinin açarını birbaşa İlhamla və Mehribanla özü şəxsən alırsa, bu insan Əhlibeyt məktəbinin həqiqi nümayəndəsi ola bilməz və Əhlibeyt dostları da bu insandan məsafə saxlamalıdır və öz məclislərinə belələrini gətirməməlidirlər. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.